Masallıda qətl hadisəsi baş verib. Kürəkən ov tüfəngindən açdığı atəş nəticəsində qaynanasını öldürüb, həyat yoldaşını və qohumlarına xəsarət yetirib. Hadisə rayonun Qoççobanlı kəndində qeydə alınıb. Qanlı hadisə gecə saatlarında rayonun Qoççobanlı kəndində baş verib. Belə ki, 29 yaşlı Kamran Zərbəliyev ov tüfəngi ilə 4 nəfərə atəş açıb. Nəticədə 3 nəfər xəsarət alıb, 1 nəfər isə Kamran Zərbəliyevin qaynanası Aybəniz Məmmədova həyatını itirib. 29 yaşlı Kamran Zərbəliyev qaynanası 44 yaşlı Aybəniz Məmmədovaya, yoldaşı 24 yaşlı Arzu Zərbəliyevaya, 19 yaşlı Aysu Məmmədovaya və qohumları 51 yaşlı Fərman Qarayeva ov tüfəngi ilə atəş açıb. Qaynana Aybəniz Məmmədova aldığı xəsarətlərdən ölüb. Xəsarət alanlar ailənin digər üzvləri Masallı rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Tərbiyəsi. 29.06.2025-ci ildə 03:30 radələrində 3 nəfər, biri kişi, digər ikisi qadın olmaqla Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir. Hər birinə zəruri tibbi yardımlar göstərilmişdir. Birinin vəziyyəti ağır olduğuna görə müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Digər ikisi cərrahiyyə şöbəsinə yerləşdirilir. Vəziyyətləri stabil qiymətləndirilir. Bir nəfərin isə həkimə qədər ölüm faktı qeydə alınmışdır. Hadisəni törətməkdə şübhəli bilinən Kamran Zərbəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətin aləti olan yol markalı ov tüfəngi götürülüb. Faktla bağlı Masallı rayon prokurorluğunda hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.